UEFA Çempionlar Ligasının play-off mərhələsinin cavab oyunları çərçivəsində keçiriləcək Newcastle-Qarabağ qarşılaşmasından öncə Qarabağın yarım müdafiəçisi Johnny Montiel jurnalistlərin suallarını cavablandırıb. Montiel sabah keçiriləcək oyun barədə fikirlərini bölüşüb. İspaniyalı futbolçu qarşılaşma haqqında bu cür danışıb. Düşünürəm ki, ilk oyunun birinci hissəsində bizə yaraşmayan kimi çıxış etdik. İkinci hissədə kimi mübarizə aparsaq, yaxşı nəticə qazana bilərik. Çempionlar Ligasının səviyyəsi məni təəccübləndirmədi. Heç bir oyun asan keçmədi. O ki qaldı gözləntilərə. Qarabağ Azərbaycanın ən böyük klubudur. Gözləntilərin yüksək olması normaldır. Xoşbəxtlikdən müxtəlif mövqelərdə çıxış etmək kimi bacarığım var. Amma düşünürəm ki, 10 nömrə kimi komandaya daha faydalı ola bilərəm. Çünki digər mövqelərdə çıxış edən futbolçularımız çoxdur. Dostlar, bir məlumatda nəzərinizə çatdıraq, Qarabağ komandası oyun üçün artıq İngiltərəyə bu dəqiqələrdə yola düşdü. Komandamıza uğurlar arzulayırıq. Qeyd edək ki, qarşılaşma 24 fevral saat 23:59-da start götürəcək. Qarşılaşmanı İctimai telekanaldan Tural Dadaşovun şərhində canlı izləyəcəksiniz. Extra Time futbol kanalı Qarabağ Futbol Klubuna uğurlar arzu edir.